o qədər Allah deyənlə oturub durur ki, ətrafda olan yaltaq adamlar, hər cür adamlar dağılışır, gedir, tək qalır. Bir neçə dənə adam qalır. Məscidə aparılanda bir nəfər, mənim elə xoşum gəlir bu hadisədən. Bir nəfər deyir, gedir yanı ilə, əli qılıncının üzərində ki, qılından çıxartsın onun işarəsini, o miqdad olur, deyir. Əlini aparırlar, istəmir də, istəyir Allaha itaət halında olsun. Öz başına müdafiə də eləmək istəmir, məsləhətlə. Deyir, gözü Həzrət Əlinin gözündə yanı ilə hərəkət edir, əli qılıncında. Belə adamlar lazımdır İmam zamanı. Gözü onun gözündə olsun. İşarədən başa düşsün, sözdən yox. Qəlbini oxusun, ürəyini oxusun, desin baş üstə. Filan şey soruşsun, məsəl üçün, filan şey necə eləyim, baxsın ona düşünə bildim baş üstə. Belə adamlar lazımdır. O baş üstəni şövqlə desin. O qədər baş üstə deyən adamlar az idi, yox idi ki, əli tək qalmışdı. Amma əlinin bir yavəri var idi ki, bütün dünyaya dəyərdi. Ordulardan daha böyük əzəmətli, qüdrətli bir tərəfdarı var idi. Məscidin içindədir, gözü qapıda idi. Görəndə ki, bir kişi gözü qapıdadır, qolu bağlı, hamı gözləyir ki, yəqin bir qoşun gələcək indi köməyinə. Qolu bağlı dayanıb, gözü qapıda idi, qapı açıldı, gördülər bir nəfər daxil oldu, iki uşağın əlindən tutub, gördülər Fatiməyə Zəhra salamları. Dedi, mən sənin indi qollarını açdıraram. Peyğəmbərin məscidinə getdi. Bilirsiniz də nələr oldu? Mədinənin divarları titriyirdi. Salman dedi, Əli Salmana dedi, get Fatiməni çağır. Fatimə gəlinəcən Əlinin qollarını açdılar. Amma Həzrət Əli Aleyhisselam başını aşağı salıb deyəm. Çətindir də bir qüdrətli kişi üçün belə bir mənzərə çətindir. Bir var aciz kişi, bir var qüdrətli kişi. Qüdrətli kişi Allaha itaət səbəbindən belə vəziyyətə düşür. Yoxsa güzel şeyə çatır.